Yeşaya 65-ci fəsil. Dikbaşlar cəza çəkəcək. Məni soruşmayanlara mən zühur elədim. Məni axtarmayanlar tərəfindən tapıldım. Adımı çağırmayan millətə dedim, buradayam, buradayam. Pis yolla gedən, öz düşüncələri ilə hərəkət eləyən, dikbaş xalqa gün boyu əllərimi uzadıb durdum. O xalq ki, bağlarda qurban kəsərək, kərpiclərin üstündə buxur yandırıb, gözüm önündə daima məni təhqir eləyir, qəbristanlıqda oturub gizli yerlərdə gecələyir, donuz əti yeyir, qablarında haram ət qaynadır. Onlar bir-birinə deyir, uzaq dur, mənə yaxınlaşma, çünki mən səndən müqəddəsəm. Belələri burnuma tüstü, bütün gün yanan alovdur. Budur, qarşımda bunlar yazılıb. Mən susmayacağam, ancaq onların əvəzini verəcəyəm, əməllərini başlarına çevirəcəyəm. Onların da, atalarının da qəbahətlərinin cəzasını onlara çəkdirəcəyəm. Rəbb deyir, dağların başında buxur yandırdıqlarına görə, təpələrin başında mənə küfr elədiklərinə görə, mən əvvəlki əməllərini ölçüb, onların əvəzini onlara çəkdirəcəyəm. Rəbb deyir, üzüm salxımında şirə tapıldığına görə deyirlər, salxımı xarab eləməyin, içində bərəkət var. Mən də qullarımın xatirinə belə eləyərəm ki, onların hamısı məhv olmasın. Yaqubdan törüyənlərin sayını artıracağam. Yahuda nəslindən dağlarıma varis çıxacaq. Seçilmiş xalqım oranı irs alacaq. Mənim qullarım orada məskunlaşacaq. Məni axtaran xalqım üçün Şaron sürülərin otlağı, Akor vadisi malqaranın rahatlandığı yer olacaq. Lakin sizlər, Rəbbi tərk eləyənlər, müqəddəs dağımı unudanlar, Tale Allahına süfrə açanlar, qismət Allahına camlarda şərab təqdim eləyənlər, mən də sizi qılınca qismət eləyəcəyəm. Hamınız qırılmaq üçün diz çökəcəksiniz, çünki mən çağıranda sizdən cavab almadım. Danışanda qulaq asmadınız, gözümdə pis olanı elədiniz, mənə məqbul olmayanı seçdiniz. Buna görə də Xudavənd Rəbb belə deyir. Qullarım yiyəcək, sizsə ac qalacaqsınız. Qullarım içəcək, sizsə susuyacaqsınız. Qullarım sevinəcək, sizsə utanacaqsınız. Qullarım şadlanıb mədhiyyələr söyləyəcək, sizsə ürək ağrısından qışqıracaqsınız. Kədərli ruhla fəryad eləyəcəksiniz. Sizin adınız seçilmiş xalqımın ağzında ancaq lənət kimi qalacaq. Xudavənd Rəbb sizi öldürəcək, öz qullarına isə başqa ad verəcək. Ölkədə kim xeyr dua istəsə, sadiq Allahdan diləyəcək. Ölkədə kim and içsə, sadiq Allahın adı ilə and içəcək. Çünki keçmiş əziyyətlər unudulub, gözümün önündən yox olacaq. Yeni yer, yeni göylər. Budur, mən yeni göylər və yeni yer yaradıram. Əvvəlki işlər bir daha xatırlanmayacaq, heç yada düşməyəcək. Yaratdığımla əbədilik sevinin, şaddanın. Çünki sevinc üçün yeni Yerusəlimi, sakinlərini xoşbəxtlik üçün yaradacağam. Mən Yerusəlim üçün sevinəcəyəm, xalqım üçün şaddanacağam. Orada nə ağlaşma, nə fəryad səsi bir daha eşidilməyəcək. Uşaqlar artıq körpə çağlarında ölməyəcək. Uzun ömür sürməyən qoca olmayacaq, 100 yaşında ölənlər cavan sayılacaq, 100 yaşına çatmayanlar lənətli sayılacaq. Onlar evlər tikib orada məskunlaşacaq, üzüm bağları salacaq, bəhrələrindən yiyəcək, tikdikləri evdə özgələr yaşamayacaq, əkdikləri bağın meyvələrini başqaları yeməyəcək. Çünki xalqım ağaclar tək uzun ömür sürəcək. Seçilmişlərim əllərinin işlərindən zövq alacaq. Onlar boş yerə əlləşməyəcək, övladları bəlalarla üzləşməyəcək. Çünki özləri də, övladları da Rəbbin xeyir dualı nəsli olacaq. Onlar məni çağırmamışdan, mən onlara cavab verəcəyəm. Onlar hələ danışarkən mən eşidəcəyəm. Qurdla quzu bir yerdə otlayacaq, şir buğa tək saman yiyəcək, ilanın yediyi torpaq olacaq, müqəddəs dağımın heç bir yerində heç kimə zərər dəyməyəcək. Heç bir kəs o birisini məhv eləməyəcək. Rəbb belə deyir.